Bura biz orta yaldaydı. Əsasən bax arxadan o ağac olan yerdən çıxırıq başına. Mənim ən çox gəlib bura oturduğum, dərs oxuduğum, nəsə fikirləşdiyim yerdir. Bir problem olanda, kimdənsə küsüb inciyəndə birbaşa durub gələrdim bura. O təpədə oturub bütün kənd aşağı dərman yanını seyr eləmək mümkündür. Çox maraqlı bir yeridir. Aşağıdan da çayın şırıltısı, səsi çox maraqlı olardı. Mən deyərdim ki, bəlkə də burada, bu yerlərdə, yəni bu Daşxırman, Çaşırıyal arası bütün ətəkləri bizim kənddə ya Dərman Yanı kəndində mənim qədər buralarda çox gəzən bir uşaq olmuyor. Bizim evə yaxınıdır. Daimi olaraq bura gələrdik. Bir dəfə də 6-7 yaşım olanda quzular gəlib babı döşdə otlayırdı orada. Mən də oradan çıxıb qaytarmaq istəyəndə oradan sürüşdüm, gəldim, düşdüm bura dərəyə. Xeyli oturub ağlamışam orada. Amma buralar bizə çox doğmadır. Qızılqaya görürük aşağıdan. Orada Samir ilə Ramildir. Aşağılar dərənin təmiz darmadağın ediblər. 6-cı dəfədir gəlirəm. Yəni torpaqlarımız azad olandan sonra həmişə də istəmişəm bu orta yalın üstünə gəlib çıxım. Axır ki, bugünə qismət olub. İnşallah adlayacam oradan ora. Buradan bir cığır gəlirdi, orta yalın arxasından keçirdi, dərə ilə qalxıb. Gedirdi o yanına, Çaşırıyaldan yuxarı, oradan da Abdullahın xırmanından arxadakı talaya. Traktor yardıya qazır, nə qazır bilən yoxdur. Hava artıq istiləşir. İşimiz var. Ramilgillə, Samirlə çıxaq Qızılqayanın lap başına. Mən hərdən belə özümü də göstərirəm, çünki bəzi şeylər deyirlər. Biz tərəflərdə belə bu şakaçı adamlar çoxdur. Allah güldürsün, məni də güldürürlər. Güya başımda min axtaran var, nə bilim, əlimdə qızıl axtaran var. Daha nələr. Amma kimsə bura xeyir verməyə deyil, xeyir götürməyə gəlirsə, bizim axırımız xeyir olmayacaq. Var adamlar, mən çox görmüşəm, gəlib burada, nə bilim, dəmir, dömür, nəsə axtarırlar, yığırlar. Görmüşəm deyəndə bilirəm. Şu anda gelib kişilikdən danışırlar. Amma bu şeylər yaxşı bir şeylər deyil. Kimsə gəlir deyə burada arı saxlayır, müəyyən təsərrüfat, bunlar bizim həm haqqımızdır, həm də borcumuzdur. Ki biz dədə-baba ənənələrini qoruyub saxlamalıyıq, inkişaf elətdirməliyik. Ancaq belə bu normal düşüncədən kənar olan şeylərdənsə uzaq olmalıyıq. Amin inşallah.